Rəhman və Rəhim olan Allahın adıyla. Hifz dərsləri. Bəqərə surəsi 6-cı ayə. İlk növbədə tərcüməyə diqqət edək. Bismillahirrahmanirrahim. İnnə həqiqətən şübhəsiz əlləzinə o kəslər ki kəfəru kafirdirlər, səvəun birdir, eynidir, aleyhim alə üzərinəhim onların, yəni onlar üçün eynidir, onlar üçün birdir. Əənzərtəhum, burada həmzənin üzərindəki fətə mü kimi qeyd olunub. Ənzərtəhum, yəni onları qorxutdun, yəni qorxutdun mu? Belə də demək olar. Yəni burada qorxutdun kimi qeyd olunub, amma belə də demək olar. Onları qorxutdun mu? Əm, yaxud və ya, əm sözü yaxud kimi də tərcümə olur və ya kimi də tərcümə olur. Ləm inkarı bildirir. Tunzirhum, qorxutmadın. Ləm sözü ilə bir gələndə qorxutmadın kimi gedir. Onları qorxutmadın. Ləm tunzirhum. Lə yu'minun. Lə yenə inkarı bildirir. Yu'minun, yəni iman gətirirlər. Lə yu'minun, iman gətirmirlər, yaxud gətirməzlər. Ümumi tərcümə də belədir ki, həqiqətən, şübhəsiz, o kəslər ki, kafirdirlər. İstər onları qorxut, istər qorxutma. Belə də demək olar, yaxud demək olar ki, qorxutdun mu və ya qorxutmadın, yaxud qorxutdun, yaxud qorxutmadın. Onlar üçün eynidir, onlar üçün birdir. Onlar iman gətirməzlər. İnnəl-ləzīnə kəfəru səvəun aleyhim əənzərtəhum əm ləm tunzirhum lə yu'minun. Bunu da qeyd edək ki, bəli, biz artıq Bəqərə surəsinin 1-ci ayəsindən 5-ci ayəsinə qədər əzbər bilirik və bilirik ki, həmin ayələr Qurani Kərimin 2-ci səhifəsində yerləşir. Bugünkü günün dərsi də 6-cı ayəni öyrənməkdir. Lakin biz ancaq 6-cı ayəni öyrənmirik. Biz 6-cı ayəni öyrənərkən əlavə olaraq, belə deyək, yaxın təkrarı da edirik, uzaq təkrarı edirik. Nə deməkdir bu? Yaxın təkrar o deməkdir ki, biz bu yaxında, yəni 6-cı ayəni əzbər etmədən öncə yaxın təkrarımız Bəqərə surəsidir. Yəni bu yaxında öyrəndiyimizə yaxın təkrar deyirik. Yəni Bəqərə surəsinin 1-ci ayəsindən 5-ci ayəsini hər gün təkrar edirik. Həm 6-cı ayəsini öyrənirik, həm Bəqərə surəsinin 1-ci 5-ci ayəsinə qədər təkrar edirik. Və hətta bu 5 ayədən sonra ardıca da 6-cı ayəni də ardıca deyirik ki, yadda qalsın ki, 5-ci ayədən sonra 6-cı ayə davam edir. Sonra uzaq təkrar edirik. Uzaq təkrar nə deməkdir? Yəni ki, artıq biz Bəqərə surəsinin 6-cı ayəsində olduğumuza görə biz biraz uzaq təkrar edirik. Yəni ki, Fatihə surəsi biraz uzaqda olan surələrə baxırıq. Bu, əlbəttə ki, indi bunu izah edirik ki, gələcəkdə biz artıq inşallah cüzlərə keçəndə, ikinci cüzün hər hansı bir səhifəsində olanda biz deyəndə ki, yaxın təkrar, biz bilək ki, ikinci cüzdəyik. Uzaq təkrar deyəndə biz bilirik ki, birinci cüzdən söhbət gedir. Hər hansı bir səhifələrini öncədən hər gün təkrar etməliyik. Əgər biz bunu etməsək, misal üçün 6-cı ayəni öyrənirik və hər gün biz 1-ci ayədən 5-ci ayəyə qədər Bəqərə surəsinin və yaxud Fatihə surəsinin 1-ci ayəsindən 7-ci ayəsinə qədər təkrar etməsək, biz artıq unudacağıq və unutsaq özümüzə 2 dəfə əziyyət vermiş olarıq və təzədən məcbur olub təzədən bu surələri əzbərləmək məcburiyyətində qalacağıq. Təbii ki, Fatihə surəsi bizə rahatdır, çünki biz zaten hər gün namazlarda bu ayəni, bu surələri deyirik. Lakin Bəqərə surəsinin ilk 5 ayəsini biz hər gün demirik. Ona görə hər gün təkrar etmək lazımdır. Bunu da qeyd edək ki, çalışaq diqqət eləyək. Bundan sonra hər səhifədə nə qədər Allah sözü yazılır. Misal üçün, diqqət edək ki, Bəqərə surəsinin ilk 1-ci ayəsindən 5-ci ayəsinə qədər Allah sözü yoxdur. Lakin inşallah ki, bundan sonra bizim keçəcəyimiz 3-cü səhifədə yerləşən 6-cı ayədən sonra digər ayələrini əzbərləyəndən sonra biz diqqət edəcəyik ki, 3-cü səhifədə, Qurani Kərimin 3-cü səhifəsində
demək 5 dənə Allah sözü var və bunu da dəftərə qeyd edin. Ümumiyyətlə özünüz üçün dəftər ayırın və qeyd edə bilərsiniz. İbarələri və yaxud neçə Allah sözü var və gələn dərslərdə hər dəfə qeyd edəcəyik ki, nələri əlavə etmək lazımdır ki, yaddaşımızda qalsın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.